Hədisdə məktubunda daha doğrusu Həzrət Əli əleyhissalam Muaviyə yazır ki, sən filansan, sən bu layiq deyilsən və s. Və orada bir qissə var. Və orada buyurur ki, sən elə zənn eləmə ki, sən əsilsən. Niyə? Çünki Muaviyə çox təkəbbürlü idi və Allahın rəhmətindən uzaq düşmüşdü. Və özünü daima nədir? Xəlifəliyə adamış və o onu mənimsəmişdir, o xilafəti mənimsəmişdir. Həzrət Əli əleyhissalam orada gözəl bir məktubunda belə Muaviyə belə isnad eləyərək belə deyir. Deyir ki, ey Muaviyə, sən elə zənn edirsən ki, sən həqiqi bu nəsildənsən. Mən özüm əsil həqiqi Haşimilərdənəm. Peyğəmbərin babaları, Haşimlər, Manaflar. Mən onlardanam. Amma sən nədir? Bizdən deyilsən. Sən bu nəsilə yapışdırmasan. Yəni sən bu nəsilə artırılmasan.